Böyle ünlü olarak birinci siz bizim mentorumuzdan da başlayaq. İlgardan başlayaq, sonra Amil'e devam edeyim. İlgar biraz özür təqdim etsinlər, tanışıq baxımdan. Bir daha salam, səsim yaxşı gəlir, ümid edirəm. Gəlir bə. Tamam. Adım İlqar Musayev. Estetin Java tərəfində mentorluq edəcəm kursda. Yəni bütün fəaliyyətim Kavs Akademiyada Java yanında olacaqdır. Yəni estetin bir parçası olaraq. Növbəti zamanlarda isə həm Java, həm test menecmenti yönümlü davam etməyi düşünürəm. Amil, özün təqdim Hər edəmək. kəs salamlayıram. Ümid eləmənin səsim yaxşı gəlir. Əla. Ramil Qəmbərov. Son 2 il ərzində kodlaşdırmağa başlamışam və son il ərzində də artıq tester olmağa yönəlmişəm. Bu sahəni sevdiyim üçün bu sahəyə başlamaq istədim, həm də maraqlanırdım. Bir müddət təlimlərə qoşuldum. Ondan sonra da hal-hazırda Kavs Akademiyada həm mentor kimi, həm texniki dəstək kimi fəaliyyət göstərirəm. Əla. Əla. Qısa da olsa, indi bizim həm tələbəmiz olub əvvəl Ramil, manual testingdən. İndi də tech support olaraq işləyir. İlqar da bizim dəyərli mentorlarımızdandır. İndi mümkün qədər onlayn da olsa, tanışlıq yaranda bu yaxınlarda gələcək, biz görüşəcəyik. Görüşmək istərsiniz də gələ bilərsiniz. Təbii ki. Görüşə. Bu görüşün əsas məqsədi ondan ibarət idi ki, hansı ki biz bir webinar kimi fikirləşək və daha çox hansı ki bu estet sahəsində sizin təcrübələrindən danışaq, həm də Kavs Akademiyadakı əməkdaşlığımızın başlamağından danışaq. Biz Kavs Akademiya olaraq Azərbaycanda hansı ki bu software testing sahəsində daha çox strukturlu bir plan olan, strukturlu bir təhsil olan esteti gətirməyə özümüzə məqsəd qoymuşuq. Hansı ki bu dediyimiz bizim akademiyanın tək məqsədi sadəcə software testing sahəsində deyil, eyni zamanda development sahəsini və kiber təhlükəsizlik sahəsini və IT-nin mümkün olan qədər maksimum hər bir sahəsini əhatə etməyə çalışırıq. Ancaq əsas xüsusi diqqət yetirdiyimiz sahə bizdə daha çox bu software testing sahəsidir. Hansı ki Azərbaycanda köyün inkişafı, hansı ki bu dediyimiz software testingdə köy arasında fərqlər nədir, bu anlayışlar, bu qavrayışlar nədir, insanlarımıza software development engineer in test nədir, bu qavramını daha çox anlatmaya çalışırıq. Çünki dünya bazarında artıq bu sahəyə olan yüksək tələbat və artıq köy kurslarından başqa olaraq, yəni onların daha qabaqcıl versiyası olan bu dediyimiz sahəyə yönəltməkdir. Bu sahədə təkcə bizim məqsəd manual automationdan ziyadə, yəni bu həm süni intellektlə əsaslanan testlərin aparılması, mobil testinglərin aparılması. Çalışırıq ki, bu sahədə Azərbaycanda mümkün olan qədər dinamik olaraq yeniliklər edək və Azərbaycan gənclərinə bu sahədə məlumatlandırmağa və onların karyera inkişafına dəstək olmağa çalışırıq. Və çox gözəl oldu ki, Vəhid müəllim sizinlə də tanış oldu və bu yolda sizin təcrübələrinizdən də faydalanmaq istəyirik və bu həm gənclərimizin çox faydalı olacağını düşünürük və uzun illər sizin bu sahədə, sırf software engineer sahəsində bu böyük təcrübənizdən inşallah ki bizim tələbələrimiz də yararlana biləcək. Və istəyərdik ki, sizə söz verək və sizin Kavs Akademiyada əməkdaşlığınız necə başladı və tələbələrimizə hansı sahə üzrə və onlar sizdən nələr öyrənəcəklər və bu öyrəndikləri onların həyatını necə dəyişəcək, qısa olaraq məlumat verməyinizi istəyərdik. Buyurun, Vəhid müəllim. Çox sağ olun, Əli bəy. Hər kəsə və bütün soydaşlarımıza İngiltərədən salamlar olsun. Mənim ismim Vəhid Dəruslu və 25 ildir qərb ölkələrində yaşayıram. Azərbaycanlı olaraq sənə tam 2000-dən, tam
2000'dən indi 2025'e gəlmişik. Uzun illərdir aslında ilk testimi ve aslında hem manual hem de otomasyon testimi, otomatlaştırma testimi il 98'de yazmıştım. Bir şirkette faaliyet edirdim. Hatta o test aletinin ismi ne diyeyim? IBM Rational Functional Tester. Hələ də o alet vardır hələ. Aslında o aletlərə record and playback diye deyirlər və indi Selenium falan. Hatta Selenium'un da bir tane ID'si var. Bilmem dostlar indi neyse. Birçok record and playback tool var. Elbette ki farklı nesillerle dəyişilmiş onların evrimi. Yani daha yaxşılaşıblar zamanla. Neyse çok teknik meselelere getmeyeyim indi ama bildiğiniz gibi dünyada yani hem Azerbaycan'da indi ben belə deyim. Ben dünyanın farklı ülkelerinde yaşadım ve faaliyet elədim. Şirketlerle ve üniversitelerle. Kanada, İngiltere, Azerbaycan ve Türkiye. Bu şirketler indi cari halda İngiltere'de yaşayıram ve vətənimiz Azərbaycanla da uzaqdan olsa da çox effektiv və səmərəli işbirliği edirəm. Aslında isimler gizli değil. İki tane şirket vardı. Birisi Process MMC, birisi de Azin Telekom. İkisi də Bakıda, Azərbaycanda yerləşibdir. İldə ümumiyyətən bir dəfə, iki dəfə gəlirəm vətənə. Hatta indi neyse bugün ayın 28'de inşallah bir hafta sonra inşallah başta olacağım. 2 haftalık uzunluğuna. Dediğim gibi yani oracılık ve şirketlerle zaten indi Caps Akademi'yle mühterem Sevinç Hanım ve Ali Bey'le bir neçə həftə əvvəl tanış olduq və işbirliği nə deyirlər İngiliscədə sinerji. Zaten mən illər boyudur indi özümdən də çox tərif etmək istəmirəm amma Azərbaycan dilində ana dilimizdə ilk 2 dənə Udemy video kursunu hazırladım. Tam belki 7-8 ay oldu. 2024'ün sonlarıydı hazırlamıştım. Birisi ICQB test əsasların kursu. Ki ICQB'nin sertifikatı ve genelde 22 tane sertifikat var ICQB'de. Herkes ICQB'nin tabii ki bir tane yani ilkin sertifikatından çok bilirler ama sadece o değil. O giriş değil. Bir o ilk kapıdı ya ilk merdivandı. İlk adımdı. Onu alacaksınız. Ondan sonra otomasyondu, test planning'di, test improvement'di falan falan. Farklı ICQB sertifikatlar var. Ben elbette ki o CFTL dedik. Yani sertifikat Tester Foundation level. Sonra bir tane de testi otomatlaştırma Selenium ve Java ile kursunu. O da 20-25 zannederim 23 saatlik videodu. Ve çok tatbik neyse. Onlar zaten online materyaldı. Şimdi bu SDT Ali Bey ve dostlar ki neyse ben bu dijital açıklamama bakırım da burada monitörüm var. Bu SDT mefhumu, okay. Çok kısa bu test, iş ve vakansiyalar ve dünyada iş fırsatlarından size diyeyim. Aslında ilk bir maraqlı sertifikatım, istatistikayla başlamak istedim. Dünyada Google Search ya ChatGPT'den yazsız soruşsanız İngiliz yani belki öz dilimizde yazsanız çıkar da GPT'de ama neyse. İlk program təminat mühendisliklərin sayısını danışaq dünyada, bütün dünyada istəyirəm deyəm. Bunu market research şirkətləri var, bilirsiniz. Bunlar istatistiklər düzgün edirlər işləri. Bir dənə mən bir neçə ay əvvəl baxırdım. Son zaman yani bu illərdə təxminən dünyada 27 milyon program təminat mühendisi var. Baxın 27 milyon nəfər adam. İndi Azərbaycanımız 10 milyon, 11 milyon, 2 milyon olsa baxın 2 qat, 3 qatıdır. Evet, 10 milyon Azərbaycanda. Yaşayış Azərbaycanda 10 milyonda belə ümumi çoxluq əslində. İstəyirəm ben
test mühendisləri, indi oradan gəldim ki, testçilərin deyəlim. İndi testçi deyirsə, aslında test çox düzgün kəlmədən mənsiz bəzi zamanlar ağzınıza rahat gəlir deyirik, amma test mühəndisi, yəni ingiliscədə tester ya test engineer, ümumiyyətən, indi bir dənə əlbəttə ki, çox danışılan söhbət var. Tester to developer ratio. İndi Google-a da yazsanız, mən çox bu indi yəni böyük şirkətlər Google olsun, Microsoft olsun, bunlar hətta bu nisbəti yəni webloglarda danışırlar və yayınlayırlar ki, məsələn, qardaş, məsələn, bəzi bizim komandalarımızda nədir, məsələn, 1-2-yədir, yəni 2 developerə bir dənə test var. Bəzi şirkətlərdə görsən, birə-bir çıxır hətta. Birə-bir nə demək? 100 developer olsa 100 dənə də testləri var. Bir uçaq sistemi və airplane-dən danışsaq əgər, o da testerlərin sayısı developerdən daha çoxdur. Çünki Allah qorusun da uçaqda bir dənə xəta olsa bitdi iş. Ona görə, nəysə, indi o təxminlərə siləcəm. Çünki test mühəndislərin dünyada təxminən sayısı yoxdur, amma 27 milyonu siz sayısız bir təxmin vursanız, der ki 5 milyonu, baxın, dünyada 5 milyon full-time test mühəndisi çalışır. İndi Azərbaycan əlbəttə ki, dünyanın %93-dən birisidir, amma mən baxırdım, Amerikada 3 milyon proqram təminat mühəndisi var. Amerikada 3 milyon nəfər. İngiltərə 700 minə gəlirdi mənim yaşadığım yer. Bax, 700 min nəfər burada software engineer vardı. İndi o, məsələn, 200 mini testerdir. Çünki tester də gəlir software engineerin altında, yəni o qrupun altında yerləşir. Sözü uzatmadan, çox qısa, Əli bəy, aslında bu SDET məsələsini istəyirəm çox qısa danışam əgər mümkünsə, Əli bəy. Buyurun, buyurun. Baxın, indi testler var. İndi Azərbaycanda aslında test və QA-də bir jöllə mən çox kəlmələrə şey etməyim də, bəlkə başqa zaman bunu webinər falan verərik. Testing ilə QA eyni şey deyil. Bənzərlikləri var, amma Azərbaycanda elə bunların ikisini bir tuturlar. Biraz bu, deyək də, misunderstanding olub. Çox qısa deyim, testingin tərifi nədir? Yəni, ingiliscədən mən istəyirəm tam kəlmə tərcümə eləyəm. Bir sistemi canlı icra edərək, onun ya xətalarını tapmaq, ya onun keyfiyyətini təmin etmək, ya onda gaining sufficient confidence bunlar dildə. Yəni, confidence videolar nə oldu? Gəldi, getdi. Kamera getirdim. Okay. Amma QA nədir? QA bütün software development life cycle'da, yəni proqram təminatının gəlişdirmə dövründə hər addımın keyfiyyətdə olduğunu istəyir. Elə bir siz tələblər analizini düz edəcəksiniz. Yəni QA nə olur? Testing sadəcə o developmentdən sonra ya developmentdən paralel icra edib xətalara tapmaq, amma QA daha çox xətaların qarşısını almaqdır. Baxın, xətanı tapmaqla qarşısını almaq fərqli bir şeydir. Deyirlər, məsələn, həyatda fəlsəfə dərsləri falanları var. Deyir ki, məsələn, həyatda belə davranacaqsan ki, məsələn, səhv eləməyəcəksən da insan olaraq. Biri var, birisi səhv eləyə. Məsələn, Allah qorusun da, nə bilim, bir dənə bir şey vurub, məsələn, bir dənə duvarı xarab eləyəsən da, o səhv eləyəsən, sonra unutub təmir eləyəsən. O bir şeydir. Bir də ki, başdan düz o duvarı düzəldəsən ki, məsələn, də yanlış olmuyor. Ona görə xətanı tapmaq, fix etməklə qarşılanmaq ikisi də önəmlidir, amma aslında qarşısını almaq daha düzgün hərəkətdir, yanaşmadır. Çünki sən qarşısını başdan alırsan. Okey, bu oldu. İndi, biraz mən buradan getdim. Okey. İndi SDET nədir? Və dünyada indi bilirəm ki, Əli bəy çox da şeyi vurgulamaq məndən istəyib vurgulayam ki, yəni indi gənclərimiz bu dərsləri alsalar, bu kursları, kariyerləri nə təhər olacaqdır? İndi mən həm Azərbaycanda, həm Türkiyədə istəsiz danışa bilərəm. Çünki Türkiyə ilə də mən 5 il yaşadım və indi hələ də orada iş birliyi, həftənin bir günü bir dənə Türk işləyirəm uzaqdan. Aslında tez şirkətində, onun da haqqında danışarıq. Və indi bu qərb ölkələrdə, indi Avropa olsun, Amerika olsun, mən Kanadada zaten 14 il yaşadım, ona görə o tərəfdə çox bağlantılarım var. Çox qısaca testçi ilə ya testerlə SDET-nin Software Development Engineering Test fərqini və bənzərliklərini deyim. Aslında bir dənə
bir zaman indi daha ekran paylaşmasına falan getməyək də bir dənə Venn diagram diye bir şey var. Hatta biraz önce Sevin Hanım onun şəklini gönderdim ki o Google tarafından hazırlanmış. Bunların tam o Venn diagram bir sürü yuvarlaklar var. Birbirinin üstüne biraz qismən tüklü birbirinin üstüne. Ha. Qismən O örtüşür. halkların birbirine çökməsini deyirsən, birbirine karşılıklı əlaqəsini. Ben. İndi testler yani normal testler yani bildiğimiz normal testler ki manuel olabilir ya otomasyoncu ya otomatlaştırılmış test mühendisliği olabilir. Bu neyinir? Test case'leri ya manuel şekilde ya otomasyon şekilde yazır ve icra edir. Yani bu bir tane testlerin esas, elbette ki sadece bunlar değil ama esas vazifesi budur. Test, Azərbaycan dilində test case'ləri test hala tərcümə edirik ya test senaryoya. Test senaryo biraz farklı olur ama test hal deyə bilərik ki, test case olur. Hətta bu arada bir çox balaca parantez açım. GitHub'da mən və iki dənə digər soydaşımız proqram təminatı mühəndisliğinin sözcüklərində lüğət kitabını hazırlamış. Yəni kitab dediyim GitHub'dadır. 1700 civarı termini var içərisində. Şimdi birisi mesela test case'dir. İngiliscə kəlməsi, Azərbaycanca tərcüməsi və qısa bir açıqlamada. Şimdi sən nə deməkdir bu? Yollaram sonra. Yani qısa isim qoymuşuq tek söz. Text var ya, texnika söz. Tek söz. Description kimi deməli biz ona. Bəli. Açıqlama kimi, description kimi. Bəli. Hətta yani dictionary kiminde ama kısa bir yani ensiklopediyada düşünebilirsen de lügatdir. Yani lügatı. Okey, o gönderirim linkini yani sonra belki sizler indi Instagram'da ne bileyim linklerde paylaşarsınız. Bir tane de kısa linki var. Çünkü biz ana dilimizde indi açıkçası sevirik. Yani ama bunu kabul etmek lazım ki dünyada program təminatı mühendisliğin yani yeni gelen şeyler ya mevcut kaynakların %95'i belki İngilizcedir. Bunu gələ herkes yani ləbə bilirsə dünyanın yani resmi olmasa da gayri resmi ama herkes kabul ettiği yani bilimi yani bilginin ve teknolojinin dili İngilizcedir. Ona göre dostlar yavaş yavaş bunu yani geliştirməlidirlər. Bilirəm Azərbaycanda çox gənclərdə var da İngilizce ama neyse. Ama öz dilimizde de yani istirik ki, yani ben özüm de mesela Udemy kursunu tamamen tercüme elədim. Yani indi çünkü ben zaten İngilizce de ders veririm bu testler burada tələbələrə üniversitede ama o nəsə. Ha. Software test, okay. STET neyinir? STET biraz kələməsi yani karışık demeyeyim de Software Development Engineer in Test bu deyir ki yani bir tane software engineer'dir ki test işi görür. Aslında kısası bu. Ve bu ne demek olur? Bu ne demek? Software engineer test işi görün kim olur mesela? Ne olur? Yani bir kez ki normal software engineer sözlük bəli oldu. O yuvarıldı. Yani bakın bir nefer ki program təminatı ve programlaştırma. Aslında program təminatı sadece programlaştırma değil. Bunu da indi danışaq bir zaman. Ama çünkü life cycle'da bütün proses, software development proses. Bir nefer ki yaxşı program təminatı mühendisidir. Bu gəlir test, yani testdə fokuslanmaz. Amma kod yazmanı yaxşı bilir. Software design pattern'ı yaxşı bilir. Software baxım ki olur maintenance, yani bir dənə kodu yazdıktan sonra sən onu update tutacaqsan, nətər bunu optimum eləyəsən. Bunlar hamısını yaxşı bilir. İndi bu gəlib, okay. 2-3 tane. İndi STET'nin specialization, təxəssüs alanı nədir? Böyük şirkətlərdə ki, bu işi düzgün edirlər. Baxın, dünyada açıq danışaq. Tabii ki, isim verməyəcəyəm. Dünyada milyonlarca IT və software şirkəti var. Dünyada hətta bir şeydən danışılır. Maturity level. Yəni, bir şirkətin o mükəmməliyyət səviyyəsində bu işi nə deyirlər, nə qədər, biz deyirlər, ustadca, yəni uzmanca. Onu 1 və 5 arası bilə ölçürlər. Həm Agile-da, həm Waterfall, yəni şəralə modellərdə. Bir, yəni şirkət belə işi düzgün etmir da. Yəni sən 5-dən 1 bal alırsan. Yəni bu əslən yaxşı bir şeydir. 5-dən 1 almaq heç bir prestiji yoxdur.
2 də ola bilər, 3 də ola bilər. Yəni 3-dən yuxarı yəni yaxşı deməyə ola bilərsən. Təbii ki, 3 var, 4 var, 5 var. 5 çox barmaq sayı deməyim də var çox şirkətlər. Amma bəlkə %5 şirkətlər nəsə səviyyə 5-dir, sonra olur. Məsələn, Türkiyədə çox şirkətdə hətta bu sertifikat, o nəsə o başqa sertifikatlardır da, şirkətlərə sertifikatlar verilir. CMMI-dir və bənzərləri. Okey. Nəysə, mən çox şey etdim. Okey. SDET qıssası, mən bu sözü toparlayayım çünki söhbət mən biraz bu şeyləri sevdiyim üçün danışsam, görsən 3 saat danışaram. SDET bu testi düzgün edən şirkətlərdə bəzi SDET-ləri qoyurlar ki, qardaş, səncə bizə test framework yaz. Yəni, özü automationdan söz geçir. Düzdür, məsələn, indi çox insanlar ki, test otomasyona başlayırlar. Mən otomasyon deyirəm, çünki avtomatlaşdırma biraz ağzıma çətin gəlir. Amma Türkiyədə də otomasyon deyirlər, biraz demək rahat gəlir. Otomasyon çoxlar başlandığında Seleniumla yazırlar, ya Appiumla, ya JUnitlə, ya BDD tuturlar və Cucumber və Gauge və ilə axır. Bunlar düzdür, yaxşı çalışırlar, amma siz spesifik nöqtəyə gələcəksiniz ki, kariyerinizdə. Görəcəksən ki, indi şirkətdə deyirlər ki, qardaş, biz Selenium yazırıq da, amma onu customize etməliyik. Öz test framework'umuz yazmalıyıq. Yəni, çox şirkətlər ki, biraz bu işi ilərləyirlər. Azərbaycanda eşitmişəm, bir şirkət o nöqtəyə yetişib, amma Türkiyədə mən isim verməsəm də ən azı 5-6 şirkətlə ki, çalışmışam, hamısı bu işi görürlər. Öz test kitabxanalar, test library'lərini yazırlar və test framework. Onları yazan SDET-dir. Əlbəttə ki, SDET sadəcə o deyil. Qısacası, indi gənclərimiz ki, bu SDET sertifikasını və kurslarını alsalar, test avtomatlaşdırmanı daha yuxarı keyfiyyətlə, yəni normal test script yazacaqlar Selenium'da. Gauge'də, Cucumber'də, JUnit'də indi nəmədə? Biz sadəcə qaliba indi API testingdən bir sürü şeydə bu Postman'da oturub JavaScript'dən otomasyon yaza bilərsən. Çünki Postman'da həm manual deyə bilirsən, həm otomasyon. Sözün qıssası, birisi ki, SDET oxuyan otomasyonu daha keyfiyyətli edər. Çünki, baxın, deyərlər, otomasyon var. Məsələn, bizdə cür deyirlər. Məsələn, elə biri deyir ki, mən kod yazıram. Məsələn, mən nə bilim, 2 ildir kod yazıram, ya 1 ildir, 6 aydır kod yazıram. Deyirlər, 1 il təcrübə ilə kod yazmaqla 20 il təcrübə ilə kod yazmağın fərqi var da. Otomasyon dirəsinədir. Otomasyon da birisi yaza bilər, amma görsən bir dənə daha təcrübəliyə versin bunu koduna baxa, onlar məsələn deyəcək, qardaş, 10 dənə problem. Yazıbsan da, çalışır da, amma mən baxdığımda görürüm ki, məsələn, onda modular yazmayıbsan, assertionları unutubsan, nə bilim, çox, yəni səhvlər ola bilər. Nəysə, mən sözü çox uzuna götürdüm, amma dedim elə bir mövzunu biraz açın da. Yaxşı açıqlama verdiniz mənim, çox ətraflı və geniş idi. Ümid edirəm ki, tələbələrimiz bu fikirlərinizdən tam olaraq Azərbaycanda açıq Caps Akademi olaraq biz çalışırıq ki, hər bir şəkildə biz izah edək ki, bu SDET-in önəmi nə qədər güclüdür və daha çox bunlarla bağlı pulsuz demo dərslər edirik, ödənişsiz demo dərslər edirik, webinarlar edirik. Hansı ki, bizim burada əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda olan bu gənclərin bu sahədə nə qədər güclü karyera qazanmalarına və daha çox, belə deyək, bilirsiniz, bu sahə elə bir sahədir ki, biraz developer və digər sahələrdən fərqli olaraq bu sahənin remote iş qabiliyyəti digərlərinin nisbətdə daha yüksəkdir. Hətta belə deyərdim ki, testing sahəsi software development engineer, yəni SDET ola biləcək bir şəxs, digər şirkətlərdə qıraqdan çağırılan testçi rolunda da əlavə işlər alır və bunları da remote olaraq görür. Və sizə sual vermək istəyərdim ki, bəs Azərbaycanda bilirik, biraz bu sahədə yeni daha çox böhrələnir və daha çox çoxalmağa başlayır həm vakansiya, həm də öyrəşmə baxımından. Hələ biz biraz daha bu dediyimiz sahənin Azərbaycandan söhbət gedir.
biraz daha hansı ki testing sahəsinin daha aşağı mərhələlərindəyik ki, gəlibsə demək olaraq bunu daha yuxarılara daşımağa niyyətindəyik və bunun üçün əlimizdən gələni edirik. İngiltərədə, Avropada, yəni siz United Kingdom'da orada yaşayırsınız, İrlandiyada, İngiltərədə yaşayırsınız, orada necədir? Nə cürdür? Yəni iş şəraiti necədir? Maaşlar necədir? Burada Məlumat necədir? aslında çox mən yəni bu Avropa və İngiltərədən danışacağım. Çox qısa gəlin elə mən baxın, indi Azərbaycan marşrutunda az çox bilirəm dediyim kimi part-time olaraq içi şirkətə mən indi test konsultantım, yəni 2023-dən bəri. Mənə dedim Proses və Azin Telekom. Prosesdə mən 5 dənə test mühəndisi liderliyini edirəm. Yəni orada mən elə part-time olsun həftənin 2 günü onları mən lead edirəm. Və 2 günlə biz stand-up meeting dediyimiz edirik və testləri yazırıq, icra edirik və onların hesabatını çıxardırıq, söhbət edirik üzərində müzakirə edirik və edirik. Azin Telekomda da işim test process improvementdir, yəni test proseslərin təkmilləşdirilməsi. Çox önəmli bir şeydir. İş marketi Azərbaycan zaten iş saytlarına baxsanız, yəni hətta mən burada tişörtlər var da Azərbaycan test günləri ATC bir dənə elə webinar serisidir və LinkedIn'imiz vardı ki YouTube'umuz da var kanalımız ki orada biz də webinar falan çəkirik. Bir 10-15 dənə çəkmiş. Nəysə. Mən hətta Azərbaycanda test və test mühəndisi işlər görəndə repost edirəm çox zamanlar. Hətta dünən bəlkə 2 dənə gördüm, təkrar repost elədim. Bu qrupa ataram, bəlkə deyə bilərəm, bir il yarımdır bu qrupu açmışam, bəlkə 100 dənə, 50 dənə, 100 dənə arası test, yəni pozisyon görmüşəm vakansiya və onları repost eləmişəm ki, gənclərimiz görsün və apply eləsin. Hətta Proses şirkətində biz geçən il 3 nəfər axtarırdıq, yəni onlar da sonra qoyduq fərqli saytlara, linkdən qoyduq pozisyonlara, sonra o digər, nə bilim, Big Bust nədir, .az, nə bilim, iş var, .az, belə saytlar var. Qoyduq onlara və apply elədi dostlar, sonra intervyuda mən elədim aslında dostları. 10 nəfər, 12 nəfər intervyu elədik, arasından 3 nəfər götürdük və Allah'a şükür, indi yaxşı çalışırıq. Əlbəttə ki, amma bunu bir baxın, açıq deyim, Azərbaycanda mütəxəssis, yəni yüksək keyfiyyətli test mütəxəssisi tapmaq çətindir. Bunu mən 2 ildir sürəkli görürəm. Zaten yəni dostlar əlbəttə ki, arırlar, gənclərimiz oxuyurlar indi fərqli tek akademilərdə, yəni self-learning dediyimiz öz-özünə oxumaq, sonra amma baxın, elə hamımız, mən də 27 il öncəki testlə başladım, əlbəttə ki, indi bildiyimi, 20 il bundan qabaq bildiyimi, yəni indi daha çox bilirəm. O biraz elə bir şeydir ki, zamanla çoxalacaq. Biraz birisi tələsir deyir, Nəzrun mən elə 2 ildə hər şey öyrənəm. 2 ildə vallahi hər şey öyrənmək olmur. Mən vallahi hələ deyə bilərəm, bəlkə testin %80'ını bilirəm. 28 ildən sonra. Ona görə, okey. Türkiye'de tabii mesela iş daha tutma. Türkiye'de 5 yıl yaşadım Ankara'da. 2012'den 17'ye ben Ankara'daydım ve Havelsan, Innova ve farklı firmalara danışmanlıq və konsulting. Hələ də devam edirəm. Uzaqdan da olsam da indi buradan, çünki Türkiyəni də hər zaman elə vətən kimi görmüşəm və sevirəm. Tez-tez də gedərəm zaten Ankara'ya, İstanbul'a. Okey. İndi qərb ölkələrdə burada da aslında elə bir söz, farklı sektör dediğimiz, domain dediğimiz bankacılık sistemlərinin əlbəttə ki, indi problemdə Azərbaycanda isim verməsək, indi bəlli 3-4 dənə, 5 dənə böyük banklar var. Onlar çox güclü proqram təminat komandaları var və test komandaları var. Hətta o Azərbaycan bankalarının bir neçəsində də mənim bir yoldaşlarım var, bağlantılarım var, test mühəndisi. Və onlar da hər zaman mütəxəssis işçi axtarırlar. Baxın, çox açığı deyim. Mənə bir dənə e-mail gəlir, deyirlər ki, qardaş, biz elə Azərbaycandan Türkiyədən məsələn, əgər tanıdığın yüksək keyfiyyətli insanlar var, bizə yönləndirir. Yəni dostlarımız indi bu SDT Caps Akademiyada keyfiyyətli, yəni oxuduğumuzda, öyrəndiyimizdə iş, yəni bax bu çox var. İndi mən özümə dönüm, indi mən baxın eyni zamanda 3-4 şirkətə çalışıram. Biraz elə bıcır, bilmirəm. Daha Türklər deyirlər, zevq alıram, yəni heyecanlanıram ki, bir yerə işlədiyində biraz sıxılıram.
bir gün bir yer işləyirəm, 2 gün bir yer işləyirəm həftədə. Bu həftəmin günlərini bölmüşəm. Biraz daha belə rəngli olur. Nəysə. Əlbəttə ki, normalı budur ki, insan ilə oturur bir yerdə çalışır. Amma mən biraz da belə gəldi, amma biraz da mən mutluyam. Nəysə. Qərb ölkələrdə də test çox əlan elə, yəni LinkedIn deyən elə UK-nin saytdakı elə başda Google-dır. Yazsanız jobs.google.co.uk UK-nin işləri çıxar. Test mühəndisi çox. Mən burada bir-iki dənə, burada hətta həm bank və həm dövlət qurumuna consulting verdim. Buranın dövlət qurumuna Səhiyyə, Sağlıq Bakanlığı Nazirliyi, NHS-dir, National Health Service. Çox da yəni ünlü bir, yəni buranın health servisi çox böyükdür. Çünki buranda sonuçta 70 milyon nüfusu var UK-nin. Bizim burada yaşadığımız ölkənin çox böyük ölkədir. Yəni insan olaraq torpağı çox böyük dərdi, amma 70 milyon. O zamancı Covid olmuşdu. Məndən istədilər bir neçə dənə yazılım ki, yazırdılar. Onun üçün ona consulting verəyəm. Test və QA consulting. Nəysə. Burada da test kariyer, test vakansiyaları çox var. İndi maaşları çox, yəni ədəd rəqəm söhbət eləməsək də, amma ya maaşlar əlbəttə ki, yaxşıdır. Bilirəm ki, Azərbaycandan bağlantılarından, dostlardan, tanışlardan bilirəm. Uzaqdan test rolu Amerikaya işləyirlər, İngiltərəyə belə işləmişəm, Almaniya, indi Polş, onlara Azərbaycandan sodaşlarımız bilirəm ki, xəbərim var, çünki nəsələri ilə danışmışam, çox söhbətimiz olur. Hətta mənimki reverse-dir, mən də burada yaşayıram, Azərbaycana işləyirəm. Amma Azərbaycanda yaşayanlar da buralara işləyirlər. Ona görə market, Əli bəy dediyi kimi, baxın, test işi nədir? Məsələn, remote işləyisi nədir? Çünki mənim yaxın dostlarımdan var. Neçə modeli var? Bir dənə indi biraz daha independent işləmək var və daha yaxın işləmək var. Independent nədir? Məsələn, sistemi verirlər adama. Deyirlər, qardaş, 3 həftə bunu düzgün test elə. Sonra sən remote işləyirsən də, sonra sistem əlində var. İndi əlbəttə ki, ya UI testidir, ya indi performans testidir, ya API testidir. Onlar təyin olur. Sonra test mühəndisi bildiyi becəriklərə və çox, təbii ki, nə deyirlər, self-disiplin deyirlər ola bilsin. Fərqli karakteristiklər vardır insanlarda. Əlbəttə ki, adamdan adama dəyişir. 3 həftə birisi səndən soruşmayacaq. 3 həftə bir sistem verilə deyildi, qardaş. 3 həftə get, nə düzgün mənə testdir. Məsələn, 3 dənə, 4 dənə test yox. İndi full time həftədə bilirsiniz, çalışma saatı 40 saat, 3 dənə 120 saat testdən söhbət keçir. Sonra əlbəttə ki, sən o yaxşı test eləmən, gələ sənədləşdirilməsi, hesabatda gəl verəsən. Deyən bilməsən, gələ mən elə 3 həftə gecə gün test elədim, məsələn 10 dənə xəta tapdım. Bu da məsələn xətalar. Screenshotını çıxartdım. Amma sonra deyərlər ki, qardaş, bu 3 həftədən mənə bütün test case'ləri ver. Sən nələri test edibsən, düzdür 10 dənə tapıbsan. Amma ən azı 5000 dənə test eləmiş olasan, yəni 3 həftədə insan 5000 dənə test edirlər. Məsələn də manual test edirlər. Manual bir zaman doğrudur istəmədim. Amma automation'da bunu bir dəfə qururuq. Hətta belə deyərdim ki, frameworkləri hazırlayırıq, qururuq. Automation və SPT-in əsas burada üstünlüyü onda olur ki, o frameworkləri qura bilirik və qurduğumuz üstündə zəhmətimizi, işimizi daha aşağı səviyyələrə salırıq. Nə mənada aşağı deyirəm? Çünki oxşar olan veb-saytlarda və ya oxşar olan işlərdə, proyektlərdə cüzi dəyişikliklərlə işimizi daha çox otomasyona, daha çox rahatlığa sala bilirik. Hətta özünüz bildiyiniz kimi təxminən 7-8 saat məndə olub ki, automation qoşmuşam. 7-8 saat davam edir və nəticələrin sonunda screenshotlarını da alıb, daha sonra Excel əlavə edib və bunları düşünün ki, manual eləmək nə qədər çətin olardı, nə qədər uzun bir dövrü əhatə edərdi. Bir də İlqar, sən desə sözün var mı? Çox maraqlı gəldi. Həmin mövzu əhatəsində bir sualım var idi. Onun üçün əl qaldırmışdım.
icazə verirsinizsə sualımı verəcəm. Tamam, buyur. Deməli, sualım ondan ibarət idi ki, təbii ki, sizin ümumi təcrübənizə dayanaraq deyirəm, həm remote olaraq, həm hibrid olaraq, həm on-site olaraq bir iş təcrübəniz var. Həmin iş təcrübəsinin nəticəsində bizə tövsiyəniz, yəni hansı formadadır gələcək üçün daha çox remote yönümlü, daha çox hibrid yönümlü və yaxud da daha çox on-site iş ortamı olaraq hansı daha yaxşı olar ki, həm inkişaf üçün olsun, həm də belə deyək, Azərbaycanda yaşadığımızı, yəni yaşadığımızı bir nəzərə alsaq, bununla belə ola bilər ki, tövsiyə edəsiniz ki, on-site olduğu halda belə Azərbaycan yox, daha foreign digər ölkələri üst tutsaq və s. bu formada seçimlərimiz hansı olsa daha yaxşı olar? Ümumiyyətlə bir məsləhət almaq istəyərdim. Bəli, əziz yoldaş. Çok yerler İngilizler derler bir kısa cevap vereceğim ona bir de uzun cevap. Hatta burada maraklısı belə deyirlər bak biri deyər ki kısa cevabımı istəyirsən ya uzun cevabımı istəyirsən burada buranın mən bir neyse kısa cevap verin bir kısa ve sade cevap budur bak. Birisi ki bir tane şahs indi yeni bir kariyere başladı. Deyək mesela indi bu SDT kursunu aldı akademimizle ve falan. Yani bir junior dediğimiz yaxşı. Bilimsən təcrübəsi ya yoxdur ya bir təcrübəsi. Yani burada şirkətlər də o gözlə baxırlar. Juniorlar daha çox həm düz olar, həm də şirkətlər zaten eləsin istəyirlər ki, on-site gəlsin. Çünki junior aslında belə deyək də gələk mentor olur. Yəni düzdür indi kursda mentor olacaq da amma şirkətə də getdi orada da hələ çünki juniordur gələk təcrübəsini qazana. Yəni bir iki ilə ən azı bir hələ əlbəttə ki bir ildə də hələ senior olmaq ki insan yavaş da deyirlər onun deyirlər tam sınırı yoxdur. Burada şirkətlər belə deyir junior gələk çox on-site çünki orada gələk daha seniorlarla məsələn üz-üzə və texniki işləri ya shadowing deyirlər də birlikdə oturub bir sistemin indi ya test skriptini yazmaq, yəni test strateji, test plan yazmaq falan. Çünki face to face da üz-üzə bu işlər olsa daha keyfiyyətli. Yəni o junior daha yaxşı yetişər. Daha yaxşı təcrübə alar. Həm bu o dediyimiz gəncə də yaxşıdır, həm də şirkəti də. Çünki şirkət də sonuçta sadəcə təlim istəmir, yəni iş də istəyir də adamlar. Amma zaman get-gedə əlan məsələn mən mostly work from home-am. Yəni dedim ki 4 yerə işləyirəm. Zaten 3 ilə remote işləyirəm. Universitetəmə belə remote işləyirəm. Mən bir də 2 həftədən bir universitetə mən 3 saat gedirəm. Əlbəttə ki burada bizim test kursunu mən burada keçən semestr 160 dənə tam elə bir dostlarımızda tələbədirlər universitetdə. Burada da mən kompüter mühəndisliyi və proqram təminat mühəndisliyi bizim bachelorumuzda vardı. Onun son sınıf, yəni son semestr tələbələrinə ki, graduate olacaqlardı. 160 nəfər mənə test edir. Burada, əlbəttə ki, o da başqa məsələdir. Burada universitetlərin kursları çox tətbiqidir. Yəni, tamamilə endostrin biz dərslər veririk. Yəni, çox belə teori deyildir. Yəni, dedim ki, mən test verirəm, orada selenium var, hər şey var, onlar var, bunlar var. Yəni, universitetdə biz... Okey. Zannedirəm, cavab verəmiş o dediniz, sözün qısası odur. Yəni şirkətlərin çoxu zaten eləsini operate edir. İndi Azərbaycanda sizlər oradasınız. Mən bilirəm ki, indi işlədiyim iki şirkətdən ki, bunlar əlbəttə ki, mən onlara remote işləyirəm, çünki mən fiziksel çox, yəni 3000 kilometre uzağam. Yəni mən zaten ola bilmərəm test hər gün. Amma məndən remote yəni düz müqaviləm var da, amma orada bütün hamısı on-site çalışır. Çünki daha Covid qutardı da. Amma burada indi birisi ki, mənim burada tələbələrim var ki, məsələn, universitet qutardı da, burada çox hybrid olubdur məsələn. Yəni birisi də burada oturub, məsələn, burada bizim şəhərdə çalışır. Mən tələbələrimlə danışdım çünki yeni tester ya programmer olaraq başlayıb da indi front-end, back-end developer. Deyir, hibrid gedirik daha. Deyir, məsələn, həftənin 2 günü oradayıq, 2 günü evdəyik. Amma elə bir gün gedirik, bir gün getmirik. Nəzir amma ora getdikində planlar eləyirlər, sonra gəlir oturur orada, sonra kodlarını yazır, yəni, otomasyon edir. Məsələn, o, çünki sonuçda işin sonunda bizim bu sahəmiz, bax bir insandır.
kompüterdir. İndi son zamanlarda bu sunni intellect, indi GPT-də Copilot'da. Amma insanlar indi düzdür bizi burada indi 5 nəfərlik bu MIT-də proqram təminatı şirkətində görürsən ki, məsələn 5 nəfər, 10 nəfər, 20 nəfər indi o komandanın kiçikliyinə, böyüklüyünə. Bunlar cəvəz iş birliyi, yəni bir insanların elə bir sosial Communication demədim ben. Communication olarak. communication çox önəmli. Bax, coordination önəmli, teamwork önəmli, transparency önəmli, hər kəs məsələn progresi, ya çox parametrlər var ki, əlbəttə bunlar. Zaten biz də burada elə soft skills də yumuşaq bacarıqlar. Yəni bir soft skills var, bir də hard skills var ki, ikisində də yaxşı bilmək lazım. Çünki birisi olaraq sadəcə hard skills bu test texnikaların, test yanaşmaları öyrəşər, white box-ı, black box-ı, otomasyonu, amma yaxşı kommunikate etməyə bu zor, yəni çox faydası olmayacaq aslında. Çünki sən heç kəslə danışmayasan, oturasan öz başına test kod yazırsan, olacaq olmaz ki. Gələn koordinasyon eləyəsən. Amma tərsəsi də düz deyil. Bir nəfər çox gözəl hamıyla danışsa, amma işi məsələn düzgün başarmıyor. O da olmaz. Ona görə ikisində o ikisi də şeydir. Yəni iki tərəfi də gəlişdirmək lazım sonuçta. Təşəkkür edirəm ətraflı məlumat üçün, ətraflı cavab üçün. Çox sağ olun. Xahiş edirəm. Bəli, əlbəttə. çalışdıq ki, müəllim, çalışdıq ki, biz həm tələbələrin verə biləcəyi sualları sizə yönəldə bilək və daha çox bir sual, bir nüans qaldı ki, siz tələbələrimizi hansı dediyimiz kimi bu test menecment üzrə başlayacağımız bu həftəlik dərslərimizdə onlar daha çox nələrlə özlərini möhkəmləndirəcəklər və nələr öyrədəcəksiniz onlara? Nə kimi töhfələriniz olacaq? Bəli. Aslında Əli bəy bəlkə daha detail məlumatı verə bilər, amma bu zaten Əli bəylə söhbət etmişik. Hətta silabusu falan da elə bir mənə göndərəcəksiniz, amma ümumi belə plan olub ki, məsələn testin texniki, indiki white box-dır, black box-dır, automation-dır, bunlar indi Əli bəy və digər dostlar gedəcəklər. Mən də daha mentorluq dediyimiz ki, əlbəttə ki, düzdür, mentor var aramızda. Mən də mentorluğum test managementin mentorluğu deyəlim. Test management nə olur dostlar? Yəni testin aslında test planningdən başlar. Test management, yəni bir dənə test layihəsi düzgüncə idarə ola ki, uğurlu ola. Bu bir nəfər, əgər bir nəfər elə özü bir dənə bir nəfərlik bir sistemi test edir, ondan da başlasa da 2 nəfər, 3 nəfər, 5 nəfər, yəni kiçik və böyük komandalar üçün düzgah menecə olar. Baxın, management, test management sadəsi yəni o yəni ideal və ya daha çox common, yəni daha çox ümumi formada bir dənə menecer olur. Sonra neçə dənə test mühəndisi olur. Yəni də junior, senior, bir dənə menecer ya test ya QA lead. Ki zaten mən illər boyda bu rolda olmuşam. QA lead də zaten nə təhər o da bir zaman juniormuş, yavaş-yavaş yetişib. Əlbəttə ki, indi ya sertifikatlar da var. Zaten ISTQB-nin test management sertifikatları da var. Sözün qıssası, yəni juniorlu da biləcək managementdən bilələ, amma əgər bütün managementdən danışsaq, o QA lead indi testin uzun proses var da, Software Testing Lifecycle, STLC. İndi bir SDLC'miz var, indi Google'da yazdıqca, bir də STLC, Software in Development Lifecycle və Software Testing Lifecycle. Bunun çox maraqlı şəkilləri var. Testing Lifecycle, yəni o test management gəlib bu lifecycle-ın bütün meneciliyi və əmin ola ki, bir dənə layihə, yəni test layihəsi aslında sözdə keçir, uğurlu olan. Çünki baxın, çox honest, yəni danışsağa, çox risklər var. Yəni gerçək real projelərdə əgər düzgün işləsə, uğursuzluq deməyim də, gecikmə ola bilər, xətaların çoxunu gözdən qaçıra bilərik. Hadi bismillah. Yəni bunların hamısı çünki əlavə xərclərlə səbəb olur. Bəli, bəli. Zaman uzaya bilər. Əlbəttə ki, zaman da nə deyirlər? Burada time is money. Bilirsiniz də qərb dilində time is money. Zaman puldur. Şirkətlərə də belədir. Çünki şirkət qardaş hər
elemanın yani maaşı var falan var. Ona göre yani hem efekt bakın bütün program teminat mühendisliği ve test mühendisliği dahil olarak burada değil de effectiveness ve efficiency yani işimizi en efektif ve en səmərəli şekilde etmeliyiz. Məhsuldarlıq. Yani ne demek? Aslında bunu da deyim tarifinin. Effectiveness nedir? Testingde efficiency nedir? Efektif olmak nedir? Ve səmərəlilik nedir? Effective İngilizce'de tarifi budur. Yani bizim sahamızda. Eğer hatalar varsa onların biz çoxunu tapaq. Çünkü zaten söz vermek olmaz hataların hamısını tapaq. Çünkü by definition yani testin teorisi ve yani en azı 70 ben ne derler öz doğum elimde deyim de burada çok demezdi yaşı falan ama ben değilim. 78 doğumluyum ben 1978. Yani ilk test kitabı da aslında 1978'de yazılıb. Məndə var idi ama Kanada'da şeyinde kaldı orada warehouse'un inventory'um vardı. Yani kağıt versiyası tam elə orijinal kitabdır. Mən biraz ne derler old school. Mən biraz eski insanlar kimin kitabı gerçək severəm. İndi də hər kəs daha kompüterdə oxur belə şeylər amma kitabın bir dəqiqə o test kitabı o tərəfdə qaldı. Neyse başka bu safırıncı kitabı ki ben bunun içinde bir məqaləm var idi. Hem test kitabı o tərəfdə. Sonra bir dənə program təminat mühendisliğinde yöntemler burada bir chapter mən yazmışdım. Mənə sonra sağ olsun hediye gönderdi bu kopsun. Almanlı dostlarımız. İndi okay, effectiveness yani bir işi efektif olacak hatalan çok ve efficiency yani bir şeyi səmərəli ve efficiency optimum şekilde eləmək yani en az resource xərcləməklə. Resource da bizde tekrar zaman, insan, puldur. Bunların üçü de bir aslında. Zamanla, insanla pul çünkü birbirlerine çevirebilir, convert olabilir. Zaman yani insanın maaşı, pul hamısı bir şeydir. Yani hamısı bir düşünəmişiz. Ona göre yani zaman dedikten de burada deyirlər person months, əslində man months deyərdi. Yani adam ay. Bakın adam ay. Bilmem Azərbaycanda bu metriki çok istifadə edirlər. Metrik ne olur? Ölçüt. Burada yani bütün biz projelerde ya test olsun ya normal program təminat geliştirme başta Gantt chart çıxardırıq, effort estimation, səy təxminləmə edirik. Səy təxminləmə test managerin işidir. Ona da tekniklerimiz var, ona da yakın yanaşmalarımız var. Birçok yanaşma var, birisini deyim, adı function point'idir. Sonra onun başka versiyası var, adı test point'idir. Test point elə bir gedib məsələn meyvələrə deyirsən 5 kilo mənə alma ver də o kilo onun şeyidir. Burada da function point. O point elə bir bu desem mesela 15 test point bu iş yaparacaktı. Yani yaklaşık 15 saatlik test işidir. O tür bir şeyler var. Effort estimation. Bakın effort estimation kelimesini yazsanız Google'da ve software'da yazsanız minler, milyonlar neticeler çıkacak yani. Bunda zaten tecrübe kazanarak yavaş yavaş gideceksiniz inşallah. 5 yıl sonra, 10 yıl sonra bir yere çalışacaksınız. Diyeceksiniz mesela bak ben 30-40 tane projeler uğurlayıp şimdi yeni projenin başladığında testin o ilk plan dokümanı yazanda yavaş yavaş o təxmin, say təxmin edəcəksiniz, onu olduqca dəqiq edə biləcəksiniz. Odur, Ali bəy. Əla müəllim, ümid edirəm ki, biz çox ətraflı məlumat verdiniz və tələbələrimiz də faydalana biləcəklər və sizin təcrübələrinizdən, sizin keçdiyiniz bu dərsdən zövq alaraq IT sahəsinə yaxşı bir başlanğıc edəcəklər. Bu dediyimiz STLC-yə, yəni Software Tester Like in Cycle-a daha yaxşı daxil olacaq bir mütəxəssis olacaqlar və bununla daha böyük uğurlara, nailiyyətlərə əl atacaqlar, qazanacaqlar bu nailiyyətləri. Təşəkkür edirəm. Çox sağ olun. Ətraflı məlumat üçün. Son olaraq bizim həm
sizdən birinci alaq. Motivasiyalarını necə tutsunlar, necə olsun onların motivasiyaları ki, bu sahədə uğur qazana bilsinlər. Məndən soruşsunuz, düzdür? Bəli. Bəli. Mən bir dəqiqə Google Translate etdim ki, maraq kələməsi, maraq. Curiosity orada, burada curiosity yaxşı. Baxın, motivasyon əlbəttə ki, mən psixologist deyiləm, amma zənn edirəm o qədər də həm öz işimi, öz şəxsi həyatımı, indi yəni ailə üzvlərimi, dostlarımı, indi məsləkdaşlarımı kömək vermişəm. Biraz elə mini psixologist olmuşam. Yəni psixologist dedim, iş psixologist. Yəni bax bu işdə, yəni iş və kariyerdə insanın çünki bu motivation psixolojiyə gedir sonuçta. Yəni bu insan özü deyir ki, qardaş mən bu indi bax, mən belə deyim bax. Mən indi mən çox tez yuxudan duraram mən bundan. Bugün məsələn 5-də durdum. Alarmsız. 6-5-6 nəysə. İndi təkrar mən burada o dünya psixoloji şeylərin kimi oturub mentorluqda söhbət eləməyəcəm ki, tez durmaq yaxşıdır falan. Bunu niyə deyirəm bu tez durmağı? Mən duranda bitişəm, çörək bir şey yərəm. Sonra gəlirəm oturub texnik işləm. Yəni deadline olmasa da bunu nə demək istəyirəm? Mən o qədər bu işi sevirəm. Yəni yuxum gəlməsə oturub 48 saat işlərəm məsələn. Yəni bunların bir sözü var. Deyir, do what you love and love what you do. Sevdiyin işi gör və gördüyün işi sev. Belə orada bəlkə tərcüməsi. Baxın, bu indi mən götürsələr, mənim 47 yaşım var. Mən 14 yaşımdan kod yazmışam, 14 yaşımdan. Google'da yazsız sənə 92'də kod yazdım. Commodore 64. PC değildi. Yani o zaman Windows hele yoktu. Dostlar Google'da yazsalar çıxar. Commodore 64 ve bizi niye 64 derdiler? RAM'i 64 kilobaytıdır. Çok azdı ya 64 kilobayt. Çok azdı. Yani sen indi bir tane modern programın heç birini run edemezsin de. Zaten RAM dediğim yani RAM, hard disk yoktur RAM. O random access yani o memory. Ali Bey o kasetləri xatırlırsan da müzik olar deyə, üstünə kaset bıcı oynar deyə. Bəli, təbii ki. Sonra vurardın giderdi qabağa dalıya gələrdi da. Bəli, təbii ki. Commodore'un diski oydu, teypidir. O kaseti əlbəttə ki mahnı yoxdur, nə bilim, sən müzik asmırdın orada. Hə, sağ ol, hə paylaşdın. Mənimki var idi, bunun ki görsən monitoru var. Yaxşı, mənimki televizyona bağlandı. Normal televizyonda mənim atam, o da deyim, atam Məkkəyə getmiş. Mənim atam hacıydı. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Sağ olasın. Oradan bir Sony televizyon o zaman keyfiyyətli. Yəni gözəl və rəngli Sony televizyon nə zaman söhbət edir? Sənə 83, 84-ün söhbət edir. Mən Commodore'um, sonra bizim famil mənə hediyə almışdı, gətirdi. Şimdi mən də kompüter, televizyonda görmürsən ki, televizyonda da görməzdim. Kompüterdir, hadi bismillah, neyini mən bunu götürmüşəm əlimə. Fəqət keyboard, yəni gördüyün ki, şəkildə bunu televizyona bağladım, belə şey ilə də kablosu. O zaman da HDMI zat yoxdur, belə əski, nəysə, çox fərq edir, yəni sistem. Orada mən GW5'lik yazdım, sonra bir dənə burada kitabı vardı da İngiliscə kitab, tərcümə olmamışdı. Çünki Commodore'un özü Amerikada mən 92'də əlimə aldım. Elə Commodore'un özü 88'də çıxıb da. Amerikada mən 92'də mənim əlimə çatdı o zaman. Nəysə. Elə mən sevməyə başladım. Baxın, indi demirəm dostlar otursunlar, sevsinlər, sevgidən, nə bilim sözdən danışıram. Baxın, bu sahə, baxın, düzdür. Kariyer yaxşıdır, insan əlbəttə ki, maaş məsələsidir, gəlir məsələsidir, nədir. Amma bir də baxın, o fəlsəfəsindən danışsaq, dostlar ki, proqram təminat yazılır da, dünyamız olub proqram təminat da, qardaş, dünyamız olub. Baxın, indi hər nəminə, indi maşınların yazılımı var, proqramda da, hər yerə gedirsiniz, banka, sağlıq sistemi, xəstəxanada hər yerə getsin, dünya,
Yəni Allah qorusun bir gün bu proqram təminatları desələr biz işləmirik, insanların hər şey, dünyanın hər şey durar da. Hər şey durar. Yəni vallahi elektrik də gəlmir. Çünki elektrikimizin dağıtım sistemi də bundan kontrol edilir. Suyun dağıtım sistemi yazılımla kontrol edilir. Yəni ona görə motivasyon nədir? Baxın, indi əgər test mühəndisliyindən danışaq, siz bu qədər sistemlər ki var, indi bu qədər tətbiqlər var, veb-saytlar var, o qədər hər nəmərdə, indi Azərbaycanda bilirsiniz, İ-Devlət, banka, dövlət sistemi, nə bilim, siz testlər olaraq indi bir dənə bu gerçək sistemlərin indi neçəsini bir yerdə şirkətlərsiniz, elə bir nə deyir, burada deyirlər make a difference. Gənclər gəh bunu düşünürlər ki, qardaş, siz bu böyük IT revolution'ın bir parçası olacaqsınız və olmuşsunuz. Elə bir siz contribution, töhfə və sizin töhfəniz nə? Siz elə bir, əlbəttə ki, bu bir nəfərin işi deyər ki, 27 milyon nəfərin indi birisi mənəm. Hərə öz növbəsində dediyimizdə, öz yerində buna töhfə verir. Mən qardaş, indi həftədə 100 saat deməkdə, 40 saat işləyir, 20 saat işləyir, biri az işləyir, biri çox işləyir. İndi o şey yox, oturub bal da verməyəcək, şey də verməyəcək. Hərə öz kapasitəsində, öz şeyində, məncə bu böyük motivasyondur. Desən ki, qardaş, məsələn, nümunə deyim də, qoy mən artıq nümunə deyim. İndi şirkətin adını deməyim. Həm Türkiyə şirkəti, addan demirəm də, Türkiyə şirkətindən də ki, test edirik bir sistem ki, cari zamanda, bir də Azərbaycanda 2 dənə sistemdə yaxşı, 2 dənə şirkətdə ki, dediyim. Orada mənim, məsələn, əlimdən gəldiyi töhfələr, nə deyirlər, axşam ki, mən dinlənirəm, nə deyirlər, içində çox, məsələn, üstadəsi keyf edirəndə, ləzzət aparıram ki, qardaş, mən o sistemlə test olmağında bir yaxşı parçam oldu. Çünki testinə minə, mən xətaları tapdıq, daha yaxşı tapdıq, otomasyon yazdıq, nə yazdıq. Nə oldu? Sistemlər daha keyfiyyətlidir. Bunun nəticəsi nədir? İnsanlar ki, bunu istifadə edəcəklər, daha rahat, yəni yaxşı istifadə edəcəklər. Oturub o sistem xəta verməyəcək hər dəqiqə başı. Buna nə deyirik? Yəni, bu olur, bunlar deyirlər value chain, bu zəncir, fayda zəncir kimi, neysə, sözü uzatmayın da fəlsəfiyə. Yəni, bu, siz bütün dünya xalqını deməyim də, indi neçə min nəfər, neçə 100 nəfər ki, bu sistemlər istifadə edir, yəni milyon nəfər. Sizin bir payınız var orada, olacaqdır. Bu, indi para, maaş bir tərəf, amma bu mənəvi tərəf, yəni mən buna mənəvi deyirəm. Çünki insan deyir, qardaş, mən sevinirəm ki, bu sistemlərin daha keyfiyyətli olmasında mənim parçam var, töhfəm var. Məncə o yaxşı bir şey. O düzəldi bəli. Çox sağ olun Vahid müəllim. Təşəkkür edirəm. Dəyərli bu motivasiya məlumatı çünki gənclərimiz sizin kimi təcrübəli müəllimlər bu sahədə necə uğur qazanacaqlarını və nəyə çox yönəlməli olduqlarını öyrənməli bir vacib bir məsələ deyə düşünürdük. Vacib bir məsələdir həqiqətən də. İndi isə müəllim istəyirəm bizim İlqar bəyə, bizim institut üzrə mentorumuz, ona sual verək ki, rolu nə olacaq, tələbəyə dəstəyi, nə olacaq, nə kimi gözləntiləri ola bilər? Təşəkkür edirəm söz verdiyiniz üçün. Ən başda başlayayım ki, ümumilikdə estetin nə olduğunu, yəni ən başdan ondan başlayacağım və sonrasında isə estetin parçası olan, yəni Java kod yazma tərəfindən nələr ola biləcəyini, nələrlə qarşılaşa biləcəklərini, praktiki cəhətdən qarşılarına nələr çıxa biləcəklərini onları ilk öncə göstərəcəm. Sonrasında isə təbii ki, onlarla birlikdə, tələbələrlə birlikdə həmin o praktiki sahədə bir yola çıxacaq, belə deyək. Həmin yolda düşünürəm ki, çox uğurlu addımlayacaq. Təbii ki, yalnız dərs keçmək də deyil də, komanda ilə necə işlənilir, komandadan əlavə onlar özlüyündə self-study olaraq necə işləyə biləcəklərini, necə öyrənə biləcəklərini bu haqda da təbii ki, kursumuzda öyrənəcəklər. Ondan əlavə düşünürəm ki, bildiyim qədəri ilə, bacardığım qədəri ilə onların sualları olsun, istər praktiki cəhətdən qarşılaşdığı sahələr, suallar olsun, həmin onların
cavabını verə biləcəm. Sırf çalışdığım yön bu formadadır. Ən başlıca düşünürəm ki, hədəfimiz o olmalıdır ki, tələbə sual verəcək ki, niyə belə olmalıdır və niyə bunu edirik? Onların cavabını rahatlıqla verə biləcəmsə, təbii ki, zamanla hər şey daha yaxşı olacaq. İnşallah. Çox sağ olun İlqar bəy, dəyərli məlumatlar üçün və biz inanırıq ki, tələbələrimiz də birlikdə yardımlı şəkildə onlara mentorluq edib, doğru yolu seçmələrinə və doğru olaraq öyrənmə prosedurunda iştirak etməsinə kömək edəcəksiniz və bundan əminik. Bəs Təşəkkür ederim. sözü mən istəyirəm, Ramil bəyə verəm. Tek Sport, bizim Tek Sportumuz Ramil bəy. Ramil bəy, bu bizim kurslarda bu Tek Sport, bir çox kurslarda, bir çox akademiyalarda bu tür yəni vəzifələr biraz azdır. Bəs siz nə işləyəcəksiniz bizim onlayn əməyyanın təlimlərimizdə nə kimi köməkliklər gözləyir sizdən bizim tələbələr? Tek Sport olaraq təbii ki, müntəzəm dərslərə qoşulan zaman bəzi tələbələr olur, ya internet problemləri olur, ya başqa digər problemlər olur, səs getməsi, video dayandırılması falan. Bu kimi problemlər üçün həm tələbələrə, həm müəllimlərimizə kömək eləyəcəm. Eyni zamanda bəzən ola bilər mentorluq kimi dəstəyimi də təbii ki, əlimdən gələn qədər edəcəm. Əlavə də ki, texniki olaraq digər problemlərdə də öz köməyimi, öz dəstəyimi göstərəcəm. Təşəkkürlər. Teşekkürler Ramil bəy. Yəni tam olaraq kompleks olaraq artıq deyərdim ki, hər şey hazırdır. Sadəcə olaraq biz belə deyirik ki, uğurlu olmağın yolu, yəni istər bu sahə olsun, istər digər sahə olsun, birinci növbədə əgər fikirdirsə, o fikrin arkasında dayanan şey davamlılıq olur. Və bizim tələbələrdən də gözləntimiz davamlı öyrənmələri, daim öyrənmələri olacaq ki, davamlılıq, daim öyrənmə və sonda uğur açardır. Təşəkkür edirəm hər kəsə qatıldığınız üçün. Çox sağ olun, minnətdaram. Bəyid müəllim, İlqar bəy, Ramil bəy, Sevinç xanım, təşəkkür edirəm. Bu məlumatı artıq tələbələrimiz, belə deyək, verəcəkləri sualların düşünürəm ki, 90%-ni biz qarşılaya bildik. Əsasda Bəyid müəllimi bugün biraz çox danışdırdıq deyəsən. Çox suallar yönəltdik. Təbii ki, təcrübələriniz bizim üçün çox dəyərlidir. İnşallah ki, təcrübələrinizdən də həm komandamız, həm tələbə heyəti faydalana biləcək.